ateist. Hə. Bu yola öz ağlı işlədək gəlmişsən, düzdürmü? Yox, qonşunun ağlı ilə. Yox da, öz ağlına gəlmişsən. Qonşunun ağlından maksimum sən gedib qonşunun dükanı kimi gelib çıxa bilər. Yəni məhrəm olan kimi gelib çıxa bilər. Səncə cavab ver, səncə. Vermirəm, sən daha vacibsən. Hə. Düzdürmü? Hə. Öz ağlı işlətmişsən və cəmaatı da öz ağlını işlətməyə tövsiyə edirsən. Bəli. Bəli. Və əgər sən bu ağlı işlədib bu yola gəlmişsənsə, demək cəmaat da öz ağlını işlədib sən gəldiyin bu nəticəyə gələcək. Və niyə o biri alimlər, din alimləri və yaxud da başqaları öz ağlınızı işlədin, düşünün, Quranda Allah düşünmüsünüzmü, düşünməyənəm cahildir sözlərini deyir. Madəm o da ağlını işlədib sən gəldiyin nəticəyə gələrsə, və niyə onu düşünün deyirlər, başınızı işlədin deyirlər? Hansı alim deyir düşünün? Məsələn, biri Hacı Şahin ağıl haqqında. O qədər möhtəşəm ağıl haqqında fikirləri var ki, deyirdi ki, cinsiyyət dəyişdirməkdə heç bir problem yoxdur. İndi onu bir dənə səhv edib də hamısı O qədər möhtəşəm bir ağıl işlətmişdi ki, demişdi ki, müştəhitə xumusu verməlisən. Verə bilərsən, imkanın çatar yox ha, verməlisən. O qədər möhtəşəm ağlını işlətmişdi ki, siğədə heç bir problem görmürdü. Düzdür, o səhv edə bilər. Demirəm düzdür. O zaman səhvlər olan birisinin mənə stat gətirmə. Səhvlər olan birisindən mənə stat gətirmə. Sənin səhvin yoxdur ki. Mənim səhvim var mənə, amma girib kiməsə doğrularım budur. Hər kəs gəlsin bura demirəm. Sadəcə təklif edirəm ki, niyə və necə sualını soruşsunlar. O da sən deyən deyə baxır. Deyib necə sualını verin. Qaqaş, verməlisən nə deməkdir? Verməlisən ya verməlisən. Bu başqa mənası yoxdur. Mən də sənə sual verirəm. Niyə sualını verən bir adama verməlisən deyən adama rasional düşünür deyə bilərik biz? Yox. Demək ki, Hacı Şahin rasional düşünə bilən bir adam deyil. Amma əmin ol ki, Hacı Şahin kifayət qədər rasional düşünə bilən, çox da kaliteli ayıq adam idi. Çünki amma ağılsız adam deyil də bu oyunumuzun. Bu boyda kütləni ətrafına yığıb, verməlisən də dizdirib, bu qədər xumus yığa bilən adam, sən saf adam deyil, əmin ol. Bu da saf demirəm. Üstəlik işin içində siğə kəbinləri, o siğə kəbindən sonra göndərilən otellər, o otellərin Hacı Şahinlə olan bağlantıları və s. bunları bildiyimiz şeylərdir dostum. Əlbəttə ki, onlar var, onu yox demirəm ki mən. Amma bunun bir sözü də həqiqətən var ki, deyir ki, o adam sizi düşünməyə məcbur eləmişsə, o adamı qulaq asmayın. Bunu deyib də. Bunu deyib. Düşünməyə məcbur eləmirəmsə, sənə qulaq asma da. Yox, faktım düşünməyə məcbur deyilsən axı cəmaatı. O da sənin deyin sözü deyir. Kim? Hacı Şahin o sözü deyir. Sən Hacı Şahinin ətrafında nə qədər radikal bir kütlə olduğunu xəbərdarsan, məlumatın var. Nə cür bir düşünmə anlayışı idi bu? Bizdən mən necə ağlı sahibəm, mən hansı düşüncə sahibəm. Bir insan nə qədər səhv olursa olsun, onun ağzını güdürəm. Bir dənə düz söz çıxırsa onun ağzından, o sözü oğurlayıram ondan. Mən səndən doğrulamışam. Ağırış. Öz doğrularının dalı ilə get niyəsini, necəsini sorğula, araşdır, oxu, bilgi sahibi ol, bu qədər sadədəsində. Özünü biraz əziyyətə ver. Başqalarının oxuduğu şeydən sənə bilgi olmaz. Yox. Başqaları məntiqli söz istəyən qulaq asmıram. Mən burada bilgi paylamıram, bilgini sevdirməyə çalışıram. Başa düşürsən? Əlbəttə ki, o da bilgini sevdir. Mən burada oturub aylarla, illərlə də fizika dərsi keçsəm ki, fizikanı yetərincə bilmirəm. Mən biologiya dərsi keçsəm, fəlsəfə dərsi keçsəm də kimsə burada fəlsəfəçi çıxası deyil. Amma məsələ burada, ana situasiya burada elmi, bilgini və fəlsəfəni sevdirməyə çalışmaqdır. Zaten elmə dəyər verən ya da ki, mənim danışdığım formatdan az-çox bir şeylər götürmək istəyən mənə yetinməz, gedər başqa şeylər oxuyar. Üstəlik mən burada kimsəyə demirəm ki, mən deyirəmsə düz deyirəm. Xeyr. Bəlkə yalan deyirəm, ged araşdır. Bəlkə səhv deyirəm, ged araşdır. Mən sadəcə bu barədə sənə fikir vermək istəyirəm ki, madəm insan ağılla sənin bu gəldiyin yola gəlirsə, o niyə cəmaata ağılı işlətmə düşünür deyir onda? O bilmir gəlib sən yola çıxacaqlar, haqqını gəlib çıxacaqlar, sən yola çıxacaqlar. Təşəkkürlər edirəm. Deyirəm ki, ay yoldaş, kimsə hər kəs ağıl işlədə bilər, kimsə az işlədə bilər, kimsə çox işlədə bilər, amma baxır kimə nə sərf edir. Məsəl üçün Hacı Şahinin ağlının işləmədiyinə əminsənsən, elə qəşəngdə işləyir. Mən də deyirəm ki, bu adamın ağlı işləyirdi ki, bu qədər sistem qura bilmişdi. Və əmin ol ki, o boyda sistemdən sonra, o dövriyyədən sonra kimsə çıxıb deməz ki, mən nəyəm? Yox, nəsə düz gəlmir dində. Başa düşürsən? Təbii ki. Bax, əmin ol ki, mən 1000-ə yaxın izləyici kütləm gəlir, gedir, var burada da 1000-ə yaxın 1K-dan yuxarı izləyici olur. Mən
risk dönüb olsan dindar 5000 izləyici 2-3 günün içində toplaşar bura. Milyon yığarsan da 5 milyon. Bəli, işin içində biznesdə quraram. Falan qardaşımıza kömək lazımdır. Gəldim pul yığaq, onu da quraram. Sən lazım deyil də Nə o. bilim, falan xəstəyə, falan bacımıza pul lazımdır, onu da yığaram. bizim Məsələ budur ki, bunun dadına baxan, xüsusilə də biraz pulla arası biraz qeyri-adi olan adamlar o söhbətdən qayıtmaq istəməzlər. Başa düşdün? Mən sənə 5-6 dənə bilinən və adı sanı bilinən din xadimi deyirəm ki, birbaşa sübutu ilə, dəlili ilə, isbatı ilə bilirəm ki, bu adam agnostikdir, agnostik. Bu adamın işidir bu. Başa düşürsən? Əlbəttə ki, pul qazanır. Bəli. Amma cəmaət sevgisini qazanır eyni zamanda. Cəmaət O sevgi. sevgi saxta sevgidir, səmimiyyət. Amma sənə bir söz deyim mən. O saxta sevgi belə olsa, sən rəhmətə gedəndə sən o adam bir şey çıxmayacaq. Əziz, mən rəhmətə gələndən sonra, rəhmətə gedəndən sonra, öləndən sonra istəyirlər gəlib qəbrimin üstündə təp yatsınlar. Zərrə qədər umurumda deyil. Mən də vecmə deyirlər, sən belə eləsən, minlə yesinlər. Bəli, təşəkkürlər. Başqa bir şey yoxdur ki. Yox, başqa heç nə yox. Sağ ol. Salam Çevişqa qardaş, xoş gördük, axşamın xeyir. Xoş gördük, axşamın xeyir. Buyur. Mən bir mövzu haqqında danışmaq istəyirəm. İndi İslam dini haqqında yox, sadəcə yaradıcı haqqında. Sən deyilsən, müsəlmansan, agnostiksən, ateistsən. Ya da Mən ki, xristiansan, müsəlmanam. yahudisən. Mən müsəlmanam. Teoloji konseptdə danışırsa danışaq, ya danışmırsa Mən olsun, bildiğimiz yormayaq. Yox, yaradıcı haqqında danışmaq istəyirəm. Yaradıcıya tərif verməkdən başla. Belə bir şeydən başlayım. Dünyanın yaradıcı... Şeydən başlama, yaradıcıya tərif verməkdən başla, dost. Deyirəm də, indi mən elmi sözlərlə... Elmi sözlərə ehtiyac yoxdur. İxlas surəsini oxusaydın yetərliydi. Yox, mən dedim axı İslam dini yox, sadəcə yaradıcı haqqında. Mən də sənə deyirəm ki, sənin yaradıcın İslam dinindən müstəqil bir yaradıcı ola bilməz. Çünki konsept fərqi var. Yaxşı, olar bir sual verin. Buyur. Kainatın yaranmağı... Yox ki, baba yaradı. Bicbancdan başlanır. Heç nədən başlamır. Biz bəncə də yox ki, baba yaradıb. Öz tanrıva qayıt. Yox, sən necə sübut edə bilərsən ki, dünyanın... Dostum, teoloji tərif verə bilirsən. Teoloji necə yəni? Yəni, İxlas surəsini bilirsən, oxumusan. Quranın təsvir elədiyi Allahın başından xəbərin var. Müsəlman dostum. Yox, mən bildiyim, başa düşdüm. Sənin dediyini mən sənə kimi izah eləmək istəyirəm ki, sən dünyanın yaranmağında, yəni heç nədən təkamüllə deyirsən yaranıbdırsa... Alternativ modelin var. Məntiqi suallarım var da, deyə bilərəm ki, kainatın başlanğıcı varsa... Hər şeyin bir yaradan olmalıdır, ya da hər şeyin bir səbəbi olmalıdır demək istəyirsən. Bəli. O zaman Tanrıya səbəb nədir? Tanrıya səbəb məntiqi cəhətdə mən deyə bilərəm ki, əgər bir yaradıcı varsa, əgər bir zamandan başlanıbdırsa həyat Bicbancdan, yəni Bicbancdan əvvəl heç nə yoxdursa, bunu elm tərif eləyə bilmirsə, deməli Allah zamandan, yəni qıraqdır. O zaman kimə dua edirsən? Mən müsəlman kimi, müsəlman Allahıma. Allahın zamandan məkansı informasiyanı qəbul edə bilməz axı. Qəbul etsə belə qərar verə bilməz. Qərar verirsə zamana tabidir. Zamana tabi edirsə iradəlidir. Zamandan kənardırsa iradəli deyildir. İzah eləyim. Tanrıya çatır sənin duaların. Sən indi bunu elə bir sualın düz deyil. Sualın birbaşa düzdür. İnformasiya olan bir şey dəyişməyə məcburdur. Dəyişən bir şey zaman içində olmalıdır. Zaman çölündə deyil. Belə bir Quranda, İslamda belə bir şey dua. O zaman İxlas surəsindən birbaşla bilavasitə tərif ver. Verə bilirsən? Nətər tərif? İxlas surəsindən Tanrıya dair tərif ver. Xüsusilə də İslam modeli haqqında. Oxumamısan eləmi Quranı? İslam modeli haqqında mən Qurandan Quran oxumusan nəsin? Bəli, oxumuşam. O zaman dünyanın yaradılışı var Quranda. Yox, dünyanın mən o mənada demirəm. Mən elmi cəhətdən. Tamam, Big Bang-i Tanrı tətiklədi. Tamam, Big Bang-i Tanrı tətiklədi. Tanrı başlatdı. Neçə günə? Yox, o bizim bildiyimiz zamanla əlaqədar deyil. Elə bir Yalan deyirsən axı. Zaman var ki, bizim bir Yalan deyirsən axı. Məsələn, 1000 il ola bilər. Yalan deyirsən axı. Sən yatıb duranda Füsulət surəsi 9, 10, 11, 12-ci ayət. nə yazılır orada? Məndən soruşursan? İndi mən demirəm əzbər bilirəm. Oxumağını oxumuşam. Dünyanın yaradılışı haqqında iddiaya sahibsən, amma bilmirsən Quran nə yazıb dünya Mən dedim yaradılışı axı, haqqında. mənim suallarım var. Mən elmi cəhətdən Quran əzbər bilmirəm. Təşəkkürlər.